gelen adam korkur ba danıştır özüm bil. Ya tüm danıştırsan çalacak filan kimin adam. Heyəti görə heyətlə yıxırlar. Azən bu qaydadır bu. Vaxtı istirlər onu kim eləyə bilər bu qərə ələmə dolaşa? Üç cürət eləyəməzlər. Bu bizim xətti qırmızımızdır. O belə ki qeyrətimiz var xanvadələrimizə, şayət dəhva bərabər o qeyrətimiz var bu qərə ələmə. Ayınca gələlə bu qərə ələm müqabilində dayanıb sözlən deyələ bir ələm çıxadalla bu adilə dayanallıdan qabağında. Beləcə namaz qılmanın da çebəsə namaz qılmanın toğluyələ. Təqvalı olun amma nə mənə təsbih nə? Təsbih gözüm elhamdülillah nə? Nə? Təqva sənətində, təqva çərxanında, təqva danışığında, təqva qazandığında. Burada bilünər təqva nə həddədir. O bezəngahda təqva müşəxəs olar. Vəllah 2 rəkət namazı hamı qıla bilər də. Namaz o zaman yaxşı olar ki, onun kənarında mənim hər əməlim yaraşıqlı olan namaz. Ətidir ha, haram yeyən də dər. Vəli evdə zəhlən tuluğudur. Bu qərələr andolsun və əyyam-ı əziyan dostsun, bir iddələr şikayət edib, bu nə tür? Ya Hüseyin çağırır, babam o danışdırmaq olmur bu evdə. Vaxt olardan girəb daha başıva dolanı minən əhl-i beydə xidmət elər ha. Xidmət elər andol Allaha. Gərəciyimisən Həzrət Zəhranın əzasından geyibsən, bir dilinlə o xanıvadə danışdırasan. Qalavı bir danışdırasan. Bu görək ki, baba Həzrət Zəhranın məclisinin bu qərdəşdə təsiri var ba. Ondan sonra bəli xanım adamı yollar Siriyə. Xoş əxlaqi. Sirənin özündə bir iddələn adam qorxur ba danışdır özüm bil. Ya çünki danışdırsan çalacaq əfilan kimi. Dəstəbaşı əxlanla olar. Nohəxan əxlanla olar. Mallı əxlanla olar. Hüseyni əxlanla olar. Evimizdə bizə rəxlamız olsun. Xanvadələrimizdə, camiəmizdə, məhəlləmizdə əxlamız olsun. Taza biz elə eşiyə çıxmıyıq bu Hüseyniyyədə var. Tərəf bir daha gedir, mənə bir daha qəza var. Ya tamahı var, ya tamahı izafədir. Ya əslən məsələn eşikdə bir nəfər var, istəmirsən biləsən. Nə xəbəndir? Sabah da sirə sizdədir. Gedir, sən nə işi bax, İhsan sahibsənsən. Yüzgən İhsan çox deyirsən. Əlbəttə bu tərəfindəyim, bir iddələr murat eləmirlər. Bu tərəfindəyim bir iddələr ehsan bizə adam elə bir belə qəzanən doyar da. Görürsən 5 dənə yığıb laylonla elə genəl cəhmir, elə rəft və bərgəş dağılır fəqət. Bu da pisdir. Vəli o üçün mənə İmam Hüseyin məktəbində olan buna bi-ədəbanə cavab verəm, bu çox qolaydır. Xoş əxlaqi dovvumi namil